saxtakarlıq üzdə bir cürə görünüb, arxada Azərbaycan dövlətinin ali prinsiplərinə qarşı mübarizə aparan 10 minlərlə insan var. Onlar söz sahibidir, onlar parlamentdə oturur, nazirdirlər, məmurdurlar. Bu baxımdan da mən hesab edirəm ki, Ləman xanım, Azərbaycan dövlət başçısı təcil olaraq Azərbaycanın ali prinsiplərini əsas götürərək Azərbaycanda FETÖ yapılanmasının belini qırmalıdır. Bütün görevlərdən onları təmizləməlidir. Müsaadindən maliyyələşən bütün qurumların fəaliyyəti qadağan olunmalıdır. Soros'un bağlantılı olan, söz sahibi olan qəzetəcilər, siyasi partiya xadimlərin fəaliyyəti dayandırılmalıdır. Pedofillərlə, LGBT'çilərlə iç-içə olan bütün insanlar görevdən alınmalıdır. Bununla yaşın Moskvaya bağlı olan hər kəs Azərbaycanda artıq söz sahibi olmaqdan məhrum edilməlidir. Fars-faşist güclərinə bağlı olanlar da sıradan götürülməlidir. Azərbaycanın ali prinsiplərini, dövlət maraqlarını əsas götürən, heç bir qüvvəyə bulaşmayan, ortaq türk məfkürəsinə, dünya görüşünə sahib olan insanlar az da olsa görevə gətirilməlidir və yeni bir məktəb formalaşmalıdır ki, o məktəbdə bu cürə dünya görüşü daşıyıcıları olan kadrolar yetişsin, formalaşsın, Azərbaycanın gələcəyi təminat alınasın.